Bugün Bakıda turizm biznesinin peşəkarları üçün illik workshop öz işinə başlayıb. Tədbirin iştirakçıları Azərbaycanın olan tərəfdarları ilə birgə Britaniyanın TMI Consultancy adlı konsalting şirkətidir. Workshopun iştirakçıları bir tərəfdən Azərbaycanın aparıcı turizm şirkətləri, digər tərəfdən isə xarici 5 ulduzlu otellərin nümayəndələri, dünyanın və regionların turizm üzrə tur operatorları və ofisləridir. Workshop təşkilatçıların xarici qonaqlar üçün xüsusi olaraq hazırladıkları Azərbaycanın xarici turizm bazarının təqdimatı ilə başlayıb. Tədbirin əsas məqsədi bizim yerli turizm şirkətlərinin xarici turizm şirkətləri ilə birgə əməkdaşlıq, beynəlxalq təcrübənin əldə etmək və həmin təcrübənin Azərbaycanda tətbiq olunmasıyla bağlıdır. Eyni zamanda bizim yerli vətəndaşlarının xarici ölkələrdə yüksək xidmət və keyfiyyətli otellərdə yerləşdirilməsinə şəraitin yaradılmasıdır. Təqdimat çərçivəsində B2B Luxury and MICE Workshop ilk dəfə Bakıda aparıcı turizm agentliklərinin nümayəndələri ekspertlər ilə sual-cavab formatında diskussiya təşkil edib. Workshopda ilk dəfə Belmont, Grek Hotel, Kilit Hospital Group və Vichy Celentis Spa Otel kimi məşhur və nüfuzlu otel və hotellər qrupu iştirak edir. Bakı ilk dəfə Almaniya regionunun turizm üzrə ofisi, Singapurun tur operatorları, Avstriyada fəaliyyət göstərən otelin nümayəndələri gəlib. Xuraman Əzizova, Anar Ağazadə, Carçı.